Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır qəsəbə 5 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi qalibi Eko Məktəblər layihəsinin bağlanış tədbiri keçirilib. Layihənin qalibi məktəbin kimya müəlliməsi Aynurə Rəhimova bu layihədə qalib gəlib. Bugünkü bağlanış tədbirində məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Səlim Məmmədov keçirilən möhtəşəm tədbirdən və layihədən danışıb. O qeyd edib ki, məktəbimiz həmişə uğurlara imza atıb. Bugün də belədir. Çıxış edən natiqlər hər biri bugünkü layihənin uğurları haqqında söhbət açıblar və bundan sonra da bu kimi uğurların davam etməsini diləyiblər. Layihənin rəhbəri Aynurə Rəhimova daha ətraflı danışıb. Bildiyimiz kimi məktəblər akademik biliklərin ötürüldüyü yerlərdən daha çox, həm də gələcək nəsillərin ekoloji şüurunun və davamlılığı anlayışının formalaşdığı məkanlardır. Təbiətə uyğun, təbiətə dost olan məktəb mühiti uşaqlarda və gənclərdə təbiətə hörmət, təbii sərvətlərin dəyəri və ətraf mühiti mühafizəsi məsuliyyətini aşılamaq üçün unikal imkan yaradır. Hazırda isə dünya məktəblərinin böyük əksəriyyəti təbiətə dost və ekologiyaya xeyirli olmaqdan çox uzaqdır. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili elan edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin bu sərəncamı dünyanın inkişaf etmiş ölkələrində aktual olan bu problemin ölkəmizdə də aktual olduğunu göstərir. Layihənin əsas məqsədi ümumi təhsil məktəblərini ekoməktəb standartlarına sahib məktəblər halına gətirmək və təbiətin qorumağına tövbə verən şagirdlər yetişdirməkdir. Daha sonra məktəblərin ifasında Qarabağ şikəstəsi və bir çox papurilər səsləndirilib. Şagirdlərin ifasında gözəl səhnəciklər nümayiş etdirilib. Bugünkü tədbirdən çəkiliş komandası ilə o qədər zövq aldıq ki, sözün əsl mənasında əsl istirahət etdik. Qeyd edək ki, layihənin məqsədi ümumi təhsil məktəblərini ekoməktəb standartlarına sahib məktəblər halına gətirmək və təbiətin qorunmağına tövhə verən şagirdlər yetişdirməkdir. Təbiətlə təmasda olmaq tələbələrin stress səviyyələrini azaldır. Bu, onların konsentrasiyasını və öyrənmə qabiliyyətini artırır. Tam tərsi olan vəziyyətdə isə stress artır və fizioloji-psixoloji problemlər başlaya bilər. Odur ki, təbiəti sevək, onu qoruyaq. Həmişə öz layihələri və tədbirləri ilə birincilər sırasında olan Masazır qəsəbə 5 nömrəli tam orta məktəb bugün də öz uğurunu sevə-sevə nümayiş etdirdi. Tədbirin sonunda qrant müsabiqədə qalib olan şagirdlərə təşəkkürnamələr təqdim olunub. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün informasiya proqramı üçün.